Salam, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Avropanın, Asiyanın, Şimali Amerika və Cənubi Amerikanın daxili suları ilə bağlı olacaq. İlk öncə Avropadan başlayaq. Biz Avropanın şimal hissəsindən baxsaq, bilirik ki, Avropanın şimalında Skandinaviya dağları yerləşir və Skandinaviya dağlarından bir çox çaylar başlayır. Yadda saxlayaq ki, Skandinaviyada olan çaylar belə deyək də hündür ərazilərdən, dağlıq ərazilərdən başladığı üçün çox böyük axın sürətinə malikdir və bu dağlıq ərazilərdən axdığı üçün bu çayların üzərində çoxlu şəlalə və aslanlara rast gəlinir. Ona görə də Şimali Avropada yerləşən çaylardan gəmiçilikdə istifadə etmək əlverişli deyil, lakin bu çaylardan həm ağac axıdılmasında istifadə olunur. Biz bilirik ki, bu ərazilərdə çoxlu meşə ehtiyatları var. Yəni bu ağacların kəsilib daşınmasında, ağac axıdılmasında istifadə olunur. Bir də ki, yadda saxlayaq ki, Şimali Avropanın çaylarının sürəti çox olduğu üçün bunun hidroenerji potensialı böyükdür. Bu çayların üzərində çoxlu seslər mövcuddur. Xüsusən Norveç ərazisində, demək ölkənin Norveçdə bu stansiyalardan ən böyüyündən biri də Alta sesidir və Norveçdə enerji olan ehtiyacın 96% seslərin hesabına ödənilir. Ona görə də Norveç dünyada adam başına düşən elektrik enerjisinə görə birinci yeri tutan ölkə hesab olunur. Yəni bu çayların çox böyük hidroenerji potensialı vardır. Orta Avropaya biz diqqət etsək, biz burada Loara çayını görə bilərik ki, Biskay körfəzinə tökülür. Sena çayını görə bilərik ki, La-Manş boğazına tökülür. Reyn və Elba çaylarını görə bilərik ki, Şimal dənizinə tökülür. Odra, Visla, Neman, Dagvaya çaylarını görə bilərik ki, Baltik dənizinə tökülür. Həmçinin Onega və Ladoqa gölləri arasında Sivir çayı, həmçinin Ladoqa gölündən başlayıb Fin körfəzinə tökülən Neva çayın biz deməli bu ərazilərdə yayılan ən əsas çaylara nümunə göstərə bilərik. Düzdür, yəni Neva, Sivir bunlar həmçinin Şərqi Avropa ərazisində yerləşən çaylardır, amma ümumi olaraq biz bu çayları sadaladıq ki, yəni Avropanın ən əsas çaylarından hesab olunur. Yadda saxlayaq ki, bu çaylardan xüsusən Loara, Sena, Reyn, Elba, Odra, Visla kimi çaylar yadda saxlayaq ki, düzənlik ərazilərdən axır, geniş dərələrə malikdirlər. Ona görə də bu çaylardan ən çox nəqliyyat belə də məqsədi ilə, yəni gəmiçilik məqsədi ilə istifadə etmək mümkündür. Həmçinin balıqçılıqda və digər təsərrüfat işlərində bu çaylardan istifadə olunur, amma ən əsas gəmiçilikdə çox geniş formada istifadə edilir. Avropanın cənubunda yerləşən ən əsas çaylara isə biz Taxo çayını, Ebro çayını, Rona çayını, Po çayını, Tiber çayını nümunə göstərə bilərik. Xüsusən burada Taxo və Po çayları ən əsas çaylardandır. Taxo çayı Portuqaliya ərazisindən keçərək Atlantik okeanına tökülür. Po çayı isə İtaliya ərazisindən keçərək Adriatik dənizinə tökülür. Yadda saxlayaq ki, Cənubi Avropanın çaylarından daha çox suvarma məqsədi ilə istifadə edilir. Sonra biz Dunay çayına danışa bilərik ki, Dunay çayı Orta Avropadan başlayır və Şərqi Avropa ərazisindən də axaraq Qara dənizə tökülür və bu ərazinin ən böyük, ən uzun çaylarındandır Avropanın və Dunay çayından əlbəttə ki, Reyn çayına keçmək mümkündür və oradan da Atlantik okeanına çıxış əldə etmək mümkündür Reyn-Mayen kanalı vasitəsilə. Avropanın biz şərq hissəsinə isə baxsaq, burada əlbəttə ki, Dnestr və Dnepr çaylarından Qara dənizə töküldüyünü görə bilərik, Don çayının Azov dənizinə töküldüyünü görə bilərik, Volqa və Ural çaylarının isə Xəzər dənizinə töküldüyünü görə bilərik. Və yadda saxlayaq ki, bu çaylarda ən çox suvarmada, balıqçılıqda, həmçinin su elektrik stansiyaları üzərində var. Bu çayların və yəni bu çaylardan həm su anbarları kimi suların toplanmasında, suvarmada və digər məqsədlərdə istifadə etmək mümkündür. Avropanın göllərindən isə danışsaq, ilk öncə biz İsveç ərazisində diqqət yetirsək, Vetteren və Venerin göllərini görə bilərik. Bu göllər buzlaq mənşəli göllərdir. Həmçinin İnari və Sayma gölləri Finlandiya ərazisində, Rusiya ərazisində Çud gölü, Ladoqa gölü, Onega gölü. Yadda saxlayaq ki, bu göllər hər biri buzlaq proseslərin, həmçinin tektonik proseslərin təsiri nəticəsində yaranan göllərdir.
Bu göllərin yaranmasında buzlaqların çox böyük rol olmuşdur və hər biri şirin sulu və axarlı göllər hesab ediləcəkdir. Həmçinin əsas hissəsi Almaniya ərazisinə düşən Boden gölü, İsveçrə və Fransa sərhədində yerləşən Cenevrə gölü, Macaristan ərazisində yerləşən Balaton gölü, İtaliya ərazisində yerləşən Qarda gölü Avropanın ən əsas göllərindən hesab edilir. Deməli, həmçinin Rusiya ərazisində Baskunçak və Elton gölləri də duzlu göllərdən hesab ediləcəkdir. Asiyanın çaylarına keçid etsək, ilk öncə Asiyanın şimalından başlayaq. Asiyanın şimalında yerləşən çaylara ilk öncə biz Ob çayını nümunə göstərə bilərik. Ob çayı belə deyək, Asiyanın şimalında yerləşən ən böyük su toplayıcı hövzəyə malik olan çaydır. Yəni onun çoxlu qolları var. Tobol, Işım, Irtış kimi nəhəng qollara malikdir. Demək, bu çay Kara dənizinə tökülür və mənsəbində estuari əmələ gəlir. Digər bir çay Yenisey çayıdır. Bu da bol sululuğuna görə fərqlənən çaylardandır. Ən əsas qollarına Angara, gördüyümüz kimi bu Baykal gölündən başlayır. Həmçinin Tunguska qollarını nümunə göstərə bilərik ki, demək, bu çay da Kara dənizinə töküləcəkdir. Daha sonra biz Lena çayından baxa bilərik. Lena çayı da Aldan, Vilyu kimi nəhəng qollara malikdir və bu da Laptevlər dənizinə tökülərək delta əmələ gətirəcəkdir. Həmçinin Şimal Buzlu Okean hövzəsinə aid olan Yana, İnigirka, Kolima demək kimi nəhəng çaylar var. Həmçinin bu çaylar yadda saxlayaq ki, il boyu rejimləri əsasən belə deyək, bol sulu olur. Yəni demək olar ki, bu çaylar qurumağa məruz qalmır. Soyuq ərazilərdən axdıqları üçün çox da suvarmada istifadə edilmir. Amma bu çayların da bəzilərinin üzərində böyük su anbarları var. Məsələn, biz buna Yenisey çayı üzərində Sayan, Şensk su anbarını nümunə göstərə bilərik ki, bu ən əsas su anbarlarından hesab edilir. Daha sonra biz Asiyanın şərqinə, cənubuna, cənub-şərqinə keçid etsək, burada biz Amur çayını görə bilərik. Gördüyümüz kimi Amur Rusiya və Çin sərhədindən axır və Oxot dənizinə tökülür. Həmçinin Xuanxe çayı Çin ərazisindən axaraq Sarı dənizə, Yantsız çayı isə Çin ərazisindən axaraq Şərqi Çin dənizinə tökülür. Həmçinin Yantsızı Asiyanın ən uzun çayı hesab olunur. Biz Asiyanın cənub-şərqinə keçsək, Mekong çayının cənubi Çinə, Saluyin çayının Andaman dənizinə, İravadi, Brahmaputra çayları və Qanq çaylarının, daha doğrusu Brahmaputra və Qanq çaylarının Bengal körfəzinə, Hind çayının Ərəbistan dənizinə töküldüyünü görə bilərik. Bu qeyd etdiyimiz çaylar musson rejimli çaylardır. Yayda bol sulu olurlar bu çaylar. Amur bəzən donmaya məruz qala bilər. Digər çaylardan qış aylarında suvarmada çox geniş şəkildə istifadə olunur. Çünki qış aylarında bu çayların axdığı ərazilərdə demək olar ki, quraqlıq olduğu üçün qış aylarında bu çaylardan suvarmada geniş istifadə oluna bilər. Deməli, biz Mərkəzi Asiyaya keçid etsək, Mərkəzi Asiyada Sırdərya, Amudərya, Kaşqadərə, İli və s. kimi çayları nümunə göstərə bilərik. İli çayı Balxaş gölünə tökülür. Amudərya və Sırdərya çayları isə Mərkəzi Asiya ərazisində yüksək dağlardan başlayır, buzlaqlarla qidalanır və Aral gölünə tökülürlər. Ona görə bu çaylar buzlaqlarla qidalandığı üçün deməli yay aylarında rütubətli olurlar, daha doğrusu bol sulu olurlar və suvarmada çox geniş şəkildə istifadə olunurlar. Biz daha sonra Cənub-Qərbi Asiya ərazisinə diqqət etsək, Cənub-Qərbi Asiyanın ən böyük çaylarına Dəzlə, Fərat çayları Türkiyə ərazisindən başlayır və belə də İraq ərazisində birləşərək Şəddül Ərəb adı ilə İran körfəzinə tökülürlər. Suvarmada çox geniş formada istifadə olunurlar. Üzərlərində Atatürk, Keban kimi böyük su anbarları mövcuddur. Həmçinin Türkiyə ərazisində Anadolu yaylasından başlayıb Qara dənizə tökülən Yaşlıırmaq və Qızılırmaq çayları nümunə göstərə bilərik ki, bu çaylarda bu ərazinin ən əsas çaylarından hesab edilir. Və ona görə Türkiyəni Cənub-Qərbi Asiyanın su kranı adlandırırlar. Asiyanın əsas göllərinə baxsaq, məsələn biz Türkiyə ərazisində
Van və Tuz gölləri nümunə göstərə bilərik ki, bu göllər hər ikisi şorsulu göllərdir və axarsız göllərdir. Xəzər gölün Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran kimi ölkələrin ərazisində yerləşir və bu göl şorsuludur, axarsız göldür və tektonik mənşəli göldür. Aral gölü Qazaxıstan və Özbəkistan ərazisində yerləşir, şorsulu göldür, tektonik həmçinin qalıq mənşəli göldür. Balxaş gölü Qazaxıstan ərazisində yerləşən tektonik mənşəli şorsulu göldür. Həmçinin Qırğızistan ərazisində İssik-Kol, Tacikistan ərazisində Sarez, Monqolistan ərazisində Upsunur və Xubsurqul gölləri, Çin ərazisində Kukunor, Lobnor kimi biz gölləri nümunə göstərə bilərik ki, bunlar da Asiyanın ən əsas gölləridir. Həmçinin Baykal gölü dünyanın ən dərin gölüdür, şirin sulu göldür və Rusiya ərazisində yerləşir. Rusiya ərazisində yerləşən digər şirin sulu axarlı gölümüzə isə Taymur gölü nümunə göstərə bilərik. Həmçinin dünyanın ən duzlu ərazisi olan Ölü dənizdə Yordaniya və İsrail sərhədində yerləşən ən əsas göllərdəndir. Bayaq qeyd etmək yadımızdan çıxdı. Bir də Qarda gölü İtaliyada yerləşən göllərdən biridir. Avropanın ən məşhur göllərindəndir və çox böyük turizm potensialı var. Alp dağlarının ətrafında yerləşir. Ən böyük festivallar burada keçilir və belə deyək, turizm üçün çox böyük potensialı mövcuddur. Şimali Amerikanın daxili sularına keçid etsək, biz bilirik ki, Şimali Amerikanın ən uzun çayı əlbəttə ki, Mississippi çayıdır. Mississippi çayının ən əsas sağ qollarına biz Arkansas və Missouri, ən böyük sol qoluna isə Ohio qolunu nümunə göstərə bilərik. Bu çay öz mənbəyini böyük göllər ətrafından əsasən böyük düzənliklər, mərkəzi düzənliklər, həmçinin Appalas dağları ətrafından götürür. Yəni stoplayıcı hövzəsi çox genişdir və yadda saxlayaq ki, bu çaydan ən çox belə deyək, gəmiçilikdə istifadə olunması üçün çox böyük potensial var. Həmçinin suvarmada da bu çaydan geniş formada istifadə etmək mümkündür. Yəni suvarmada geniş formada bu çaydan istifadə edilir. Şimali Amerikanın digər çaylarına biz Rio Grande çayları nümunə göstərə bilərik. Sərhəd çayıdır. Meksika və ABŞ sərhədində yerləşərək Meksika körfəzinə tökülür. Həmçinin Mississippi çayı da Meksika körfəzinə tökülürdü. Müqəddəs Lavrenti körfəzinə tökülən Müqəddəs Lavrenti çayı da böyük gölləri yadda saxlayaq ki, Atlantik okeanından əlaqələndirir. Həmçinin Hudson körfəzinə Nelson və Churchill çayları tökülür. Şimali Amerikada ən böyük düşməyə malik olan çaylara biz Kolumbiya və Colorado çayları nümunə göstərə bilərik. Bu çayların üzərində böyük, dərin belə deyək, kanyonlar mövcuddur. Həmçinin bu çayların hidroenerji potensialı böyük olduğu üçün bunların üzərində belə deyək, su elektrik stansiyaları tikilir. Məsələn, bunlara biz Kolumbiya üzərində əsasən böyük belə deyək, su anbarlarına rast gələ bilərik. Bunlardan biri də dünyada ən məşhur su anbarlarından biri olan Grand Coulee sesi su elektrik stansiyasıdır. Yadda saxlayaq ki, bu da dünyada ən məşhur olan su elektrik stansiyalardır. Grand Coulee Kolumbiya çayı üzərində yerləşir və ABŞ-da yerləşən ən böyük su elektrik stansiyası hesab edilir. Həmçinin Şimali Amerikanın şimalında biz Yukon çayını nümunə göstərə bilərik. Gördüyümüz kimi Yukon çayı Bering dənizinə tökülür, donmaya məruz qalır. Bu ərazilərin belə deyək, aqroiqlim ehtiyatları zəif olduğu üçün suvarmada geniş formada istifadə edilmir. Həmçinin digər biz böyük çaylardan biri olan əlbəttə ki, Makkenzi çayını nümunə göstərə bilərik. Baxın, Makkenzi çayı Böyük Kölə gölündən başlayır, Beaufort dənizinə tökülür. Bu da əsasən qış aylarında bəzən donmaya məruz qalır. Şimali Amerikanın göllərinə baxsaq, Kanada ərazisində yerləşən Böyük Ayı, Böyük Kölə, Athabasca, Winnipeg gölləri nümunə göstərə bilərik. Bu göllər yadınızda saxlayın ki, Kanada ərazisində yerləşir. Buzlaq mənşəli göllərdir, şirin sulu və axarlı göllərdir. Daha sonra biz Şimali Amerika ərazisində böyük göllər qrupuna aid olan yuxarı Michigan, Huron, Erie və Ontario gölləri nümunə göstərə bilərik. Yuxarı Huron, Ontario və Erie gölləri yadda saxlayaq ki, ABŞ, Kanada sərhədində. Yəni bu hər ikisi ölkə arasında yerləşirlər.
buzlaq mənşəli göldürlər, axarlı göldürlər. Michigan isə yalnız ABŞ ərazisində yerləşən göl hesab ediləcəkdir. Həmçinin ABŞ ərazisində yerləşən digər bir göl Böyük Duzlu göldür. Bu da bunun da yaranmasında tektonik proseslərin rolu var. Həmçinin duzlu göldür, axarsız göldür, şorsulu göldür. Yadda saxlayaq. Nikaragua ərazisində yerləşən eyni adlı Nikaragua gölü də bu ərazilərin ən əsas göllərindən hesab edilir. Cənubi Amerikanın daxili sularına keçid etsək, Cənubi Amerikada ən əsas çay əlbəttə ki, Amazon çayıdır. Amazon çayı bu ərazinin ən bol sulu çayıdır. Amazon çayının başlanğıcı Ucayali və Marañón çaylarının bir-birinə qovuşduğu yerdən hesab edilir. Amma biz Ucayali qolundan əgər çayın uzunluğunu hesab etsəydik, bu dünyanın ən uzun çayı olardı. Amazon dünyanın, yadda saxlayaq ki, ən bol sulu çayı hesab ediləcəkdir. Ona Ucayali, Marañón, Madeira, Tapajós, Rio Negro kimi böyük qolları vardır və Atlantik okeanına, yadda saxlayaq, töküləcəkdir. Bu ərazinin Atlantik okeanına tökülən digər böyük çaylarından biri San Francisco çayıdır. Subekvator iqlimdə yerləşir və dekabr, yanvar, fevral, yəni cənubun yay aylarında bol sulu olur. Həmçinin buranın ən əsas çaylarına biz Parana çayını nümunə göstərə bilərik. Parana çayının biz diqqət yetirsək, Braziliya yaylasından başlayır, subekvatorial, tropik, subtropik qurşaqlardan keçir və əlbəttə ki, La Plata körfəzinə tökülür. Fikir versək, baxın burada deməli La Plata körfəzinə töküləcəkdir. Və belə deyək, bu çaydan həm ağac axıdılmasında, həm enerji alınmasında çox geniş formada istifadə demək ediləcəkdir. Və bu çayın üzərində dünyanın ən məşhur seslərindən olan Itaipu sesi yerləşir və yadda saxlayaq ki, Itaipu sesi Braziliya və Paragvayın enerjisinin ödənilməsində əsaslı rol oynayır. Deməli, Paragvayın 80%, Braziliyanın isə yadda saxlayaq ki, 20% enerjisini Itaipu sesi verir və Parana çayı üzərində yerləşir. Deməli, həmçinin Magdalena çayı, Orinoco çayı da bu ərazilərin ən əsas çayıdır. Orinoco çayı Gviana yaylasından başlayır, Orinoco ovalığından keçərək Atlantik okeanına tökülür. Və Orinoco çayının Çurun qolu üzərində dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi yerləşir. Həmçinin Parana çayı üzərində belə deyək, dünyanın ən əsas, ən böyük şəlalələrindən biri yerləşir. Demək, Iguazu şəlaləsi bu çayın üzərində yerləşən əsas şəlalədir. Cənubi Amerikanın ən əsas göllərinə isə laqum mənşəli göl olan Maracaibo gölünü nümunə göstərə bilərik ki, Maracaibo gölü deməli kanallar vasitəsilə, boğazlar vasitəsilə, yəni belə deyək, qısa kanallar vasitəsilə Venezuela körfəzi ilə birləşir, laqum mənşəli göldür və Cənubi Amerikanın ən böyük gölüdür və neft ehtiyatlarına zəngindir. Həmçinin Ant dağlarında yerləşən Titicaca gölü dünyanın ən hündürdə yerləşən gölü hesab olunur. Popo və Salina Chicas da Cənubi Amerikanın ən əsas göllərindən olacaqdır.